Salam, xoş gördük. Bu dərsimizdə Bires platformasında idarə olunan formalarda işləmək və proqramlaşdırma ilə bağlı videolarımızı davam etdiririk. Konfigurator ağacımızın növbəti obyekti registr сведения, məlumat registrləri haqqında danışacaq və onu araşdıracaq. Bundan qabaqki dərsimizdə biz registr накопления, yığım registrləri haqqında danışmışdıq. Hətta bir dənə biz ayrıca obyekt olaraq malların qalıqları bu registr накопления belə yaratmışdıq. Bu gün danışacağımız registr сведения, məlumat registri bir qədər daha mürəkkəb obyekt sayılır. Gəlin ilk əvvəl onu yaradaq. Bunun üçün bu registr сведения konfigurator ağacında ümumi obyekti seçirik və sağ düyməni sıxaraq Добавить menüsünə klikləyirik və qarşımıza həmişə olduğu kimi bundan qabaq yaratdığımız obyektlərdəki kimi idarə etmə forması, yəni sazlanma ayarların siyahısı olan əsas pəncərəmiz qarşımıza çıxır. Yığım registrlərində etdiyimiz kimi gəlin birbaşa keçək данные bölməsinə. Əgər fikir versəz, registr сведения-da, yəni bu məlumat registrində də keçən dərsdə yığım registrlərində baxdığımız данные bölməsi ilə demək olar ki, çox oxşar. Eyni yığım registrlərində olduğu kimi izməreniya, ölçülər və resurslardan ibarət, yəni rekvizit bölməsi, məlumat bölməsi var. Baxmayaraq ki, çox bənzər bir görünüşləri var, amma məlumat registri funksional olaraq bir qədər fərqlidir. Dərsimizin bu hissəsində gəlin terminologiyadan başlayaq. Yəni yığım registrində olduğu kimi məlumat registrimizə də tərif verək, onun nə olduğunu qısaca da olsa aydınlaşdıraq. Məlumat registri, yəni registr сведения konfigurasiyamızın tətbiqi obyektlərindən biridir. Bu registr bizə istənilən məlumatları müxtəlif ölçülər üzrə, yəni izməreniyalar üzrə, yəni baxın burada indi izməreniya bölməsi baxaq dəqiq belə aydın olsun deyə izməreniyalar, ölçülər üzrə saxlamağa imkan verir. Məsələn, bu registrdə biz valyuta məzənnələrini saxlaya bilərik. Valyuta kurslarını saxlaya bilərik. Bu da necə olacaq? Bizdə müəyyən izməreniya valyuta ölçülərinə görə onun resurs olaraq kurslarını müəyyənləşdirə bilərik. Və ya qiymətləri, nomenklaturalar, misal üçün izməreniya bizdə ola bilər məhsullar və məhsullara görə də onların qiymətləri. Bu qeyd etdiyim həm istər valyuta məzənnəsi üzrə olan məlumat registrləri, yəni registr сведениyaları və məhsulların qiyməti, yəni müxtəlif qiymət növləri üzrə təyin olunmuş qiymətlərini siz müxtəlif standart konfigurasiyalarda belə görə bilərsiniz. Ümumiyyətlə gəlin aydınlaşdıraq, yəni konkretləşdirək ki, bu registrdə nə saxlanılır. Bunu etmək üçün də ən geniş yayılmış məlumat registrlərindən biri, yəni registr сведениyalardan biri valyuta kurs məzənnələri ilə olan registr сведениyanı, yəni məlumat registrini özümüzə nümunə olaraq götürək və qeyd etdiyimiz kimi indi bu registrdə nələr saxlanılır? Əlbəttə ki, ilk növbədə məzənnənin özü. Amma əsas məsələ ondadır ki, bu məzənnələr müəyyən dövrlərlə periodik olaraq saxlanılır. Gəlin indi konfiguratorda burada nəyi qeyd etmək istəyirdik, ona baxaq. İlk əvvəl gəlin bu məlumat registrimizin adını da təyin edək. Adını qoyarıq valyuta məzənnələri. Valyuta məzənnələri. Sinonimdə rahat şəkildə Azərbaycan latın hərflərini yaza bilərik. Məzənnələri. Baxın, qeyd etdiyimiz kimi burada əsas məsələ bu periodiklikdir. Yəni dövrlüyüdür. Baxın, burada periodiklik sazlama var və основной bölmədə. Hətta gəlin siyahını da açaq və gördüyümüz kimi burada dövrlük müxtəlif ölçülər üzrə, yəni ki, təyin olunur. Bu saniyə ərzində, günə ərzində, ay ərzində, kvartal ərzində, il ərzində və neperiyodik, yəni qeyri-periyodik sazlanması ayarı mövcuddur. İndi bizim valyuta məzənnəmiz, yəni kursumuz bunlardan hansı ola bilər? Əlbəttə ki, bu в пределах dня, yəni gün ərzində. Çünki məzənnələr adətən hər gün yenilənir. Deməli, əgər gün ərzində periodiklik qoyulduqda, biz bir gün ərzində bu məlumat registrinə həmin, yəni ki, hansı ki valyutaya, pul məzənnəsinə kursu təyin edəcəyik, bir gün ərzində yalnız bir məzənnə yaza bilərik. Yəni eyni gündə 2 dəfə məzənnə yazmağa sistem bizə icazə verməyəcək. Yəni əgər biz burada в пределах dня seçsək və yaxud da yox, ay ərzində seçsəydi, deməli biz ay ərzində bir dənə
misal üçün may ayına cəmi bir dəfə məzənnə təyin eləyə bilərdik. İkincini təyin eləmək istəsəydik, yəni kurs dəyişilsəydi, bu bizə imkan verməyəcəkdi. Bu səbəbdən də predelik dni, yəni gün ərzində sadəcə bir məlumat bu məlumat registrinə əlavə etmək olar. Və bunu etməklə biz hansısa bir həftənin valyuta məzənnələri lazım olsa, valyuta kursları bizə lazım olsa, biz məlumat registrinə baxırıq və görə bilərik ki, filan tarixdə hansı məzənnə qüvvədə olub. Yəni bu periodikliklə və məlumat registrinə əlavə etdiyimiz məlumatlar bizə bu imkanı verəcək. Bu sadəcə kurs məzənnələri, yəni üzr istəyirəm, valyuta məzənnələri, pul məzənnələri kursu ilə deyil, həmçinin də borc hesablamaları, digər əməliyyatlarda da və ya müqavilə şərtləri üçün də lazımlı ola bilər. Yəni bizim bu məlumat registrimizin bu cür periodik olmağı. Bu qeyd etdiklərimiz sadəcə bir nümunə idi. Ancaq belə, yəni uçotda, konfiqurasiyada isə belə nümunələr həddindən çoxdur. İndi isə gəlin burada bu sazlamada başqa vacib bir məsələyə keçək. Bu da rejim zapisi, yazma rejimi, məlumatın əlavə olunması rejimi. Siyahını açsaq görərik ki, nezavisimi, yəni sərbəst və подчинение registratora, yəni qeyd məlumatı bura yazacaq sənədə bağlı, tabe olan rejim. Bu iki rejimi mövcuddur. Misal üçün biz keçən dərsimizdə yığım registrində bizdə belə bir sazlama, yəni ayar təyin etmək mümkün deyil idi. Biz orada yazma, yəni məlumatın əlavə olunması rejimini seçə bilmirik bizim bu yığım registrimizdə. Ancaq məlumat registrində isə bizə bu imkan verilir. Orada hər şey, yəni bu yığım registrində sənəddən asılı idi. Подчиненный registrator idi. Amma məlumat registrində bu rejim sərbəstdir. Yəni bu registr sənədə bağlı olmadan da işləyə bilər. Yəni görürsüz, по умолчанию, yəni standart olaraq burada независимый, yəni sərbəst rejim seçilir. Sanki sadə bir spravочник obyektimiz kimi, yəni kataloqumuz kimi. Ancaq yəni qeyd etdiyim kimi bu funksionala oxşar şəkildə. Bəs indi registr, yəni ki bu məlumat registri, registr сведения ilə bağlı daha nə vacib məsələlər var? Baxın, yığım registrindən burada bir məsələni də qeyd edək. Əsas fərqlərdən də biri o idi ki, bu registrdə, yəni registr сведенияda istənilən məlumatlar saxlanıla bilər. Yəni resursda olsun, izmirенияda belə olsun. Yəni yığım registrində biz yalnız rəqəmlərlə işləyirdik. Yəni gəlin açaq keçən dərsimizə. Yəni baxmamısınızsa baxın, artıq yığım registrləri haqqında keçən dərsdə danışmışdıq. Baxın, burada gördünüz ki, biz miqdarı, yəni burada yığım registrindən qalıqların artımı, azalması, yəni bu cür dəyişikliklərlə bağlı olduğundan bu səbəbdən bizdə bir növ resurslar rəqəmsal tipdə olurdu, rəqəm tipində olurdu. Ancaq bu məlumat registrində isə registr сведения, bu obyektdə isə fərqli cəhətlərdən biri odur ki, yəni özəlliyindən biri əsası da odur ki, bu istənilən məlumat burada saxlanıla bilər. Yığım registrində isə sadəcə rəqəmsal idi əsasən, çünki ya ora əlavə edirik, ya da oradan çıxırdıq. Məlumat registrində isə hər növ məlumat ola bilər. Məsələn, əməkdaşların, tutaq ki, vəzifələri, onların vəzifə dəyişiklikləri, maaşlar haqqında məlumat. Yəni istənilən məlumat bu registr сведения, məlumat registrinə əlavə edilə bilər. İndi bu qeyd etdiyimiz misallardan nümunə olaraq da ən çox istifadə olunanlardan biri də məsul şəxslərin siyahısıdır. Yəni belə bir məlumat registri əgər hansısa konfiqurasiyada görsəz, yəni bu əksər hallarda məlumat registrindən, yəni registr сведенияdan bu məlumatları bazaya əlavə etmək üçün istifadə olunur. Yəni ki, məsul şəxslərin siyahısı. Burada qeyd olunur ki, filan əməkdaş hansı vəzifədədir. Yəni həmin məlumat registrində əgər elə bir registr сведения yaratsaz, bu məlumatlar orada saxlanılacaq. Və qeyd etdiyimiz tutaq ki, məsul şəxslərin siyahısı registr сведениясы, yəni məlumat registrində adətən periodik olmur. Çünki oradakı, yəni gələcəkdə baş verəcək dəyişikliklər əvvəlcədən bilinmir. Yəni əməkdaşın əvvəlcə işçi, sonra müavin, daha sonra direktor olması kimi dəyişiklikləri burada, yəni bu registrdə saxlamaq, yəni ki, mümkündür məlumat registrində. Sonra da biz bu məlumat registrinə əlavə etdiyimiz məlumatları, bu registr сведения bizə elə bir funksiyonalı var. Yəni elə bir imkanı bizə təqdim edir ki, sonra biz rahat şəkildə hesabat quraq. Məsələn, bu əməkdaş 2 il əvvəl hansı vəzifədə idi? Baxın, bu məlumat indiki qeyd etdiyi əməkdaş 2 il əvvəl və ya 3 il əvvəl hansı vəzifədə işləyib şirkətdə, müəssisədə. Bu məlumat məhz registr, yəni ki, məlumat registrindən,
registr svediyadan rahat şəkildə götürülə bilər. İndi əlbəttə bu qeyd etdiklərim indi sizə tam aydın olmaya bilər, amma praktikada bu işlə, yəni bununla işləməyə başlayanda hamısı aydın olacaq, yəni 100%. Yəni ki, burada da heç bir çətin bir şey yox. Yəni gələcək dərslərimizdə biz bütün bu qeyd etdiklərimizi praktiki olaraq, yəni real tapşırıqlarda, layihələrdə tətbiq edəcəyik. Yəni registr svediya, məlumat registri haqqında da bu qədər, yəni kifayət. Yəni digər sazlamalara da baxa bilərik, forması var, maketi var, digər obyektlərdəki standart belə ayarlar, sazlamalar. İndi biz sırf bu obyektlərlə tanış oluruq deyə qısa da olsa, ancaq belə ətraflı şəkildə də məlumat veririk. Bu obyektlərimizin təyinatı, nə üçün istifadə olunur, məlumatları necə əlavə edilir, hansı rekvizitləri, sahələri, xanaları, cədvəlləri var, onları təyin edirik. Baxın, adi registr svediya özü də məlumat registrimizdə bazamızda müəyyən alt sistemlər təmin oluna bilər. Bütün obyektlərdə olduğu kimi. Beləliklə qeyd etdiyim kimi bu mövzuda da sizi daha əlavə məlumatlarla yükləmək istəmirəm. Bizə hal-hazırda bu kifayət eləyir. Yəni bu registr svediyanın məlumat registrinin nə olduğunu aydınlaşdırdı. Bir növ bu obyektdə də istənilən məlumatları saxlaya bilərik. Sadəcə olaraq digər obyektlərdən fərqli olaraq bu obyektimizin görürsüz periodik var. Yəni gələcəkdə praktikada bunlar hamısı bizə aydın olacaq. Qeyd etdiyimiz kimi valyutanın kursları, müəssisənin əməkdaşlarının, məsul şəxslərinin siyahısı və digər əməliyyatlar üçün lazım olan məlumatlar rahat şəkildə bu məlumat registrində saxlanıla bilər. Dərsi tamamlayıram. Həmişə olduğu kimi bu videonu bəyənməyi, kanala abunə olmağı, rəy, fikirləriniz, iradlarınız, suallarınız varsa videonun kommentariya bölməsində qeyd etməyinizi istərdim. Sağ olun, uğurlar.